Salam arvadınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə yeni bir mövzu izahı və deməli birinci hissə, deməli toplunun son mövzusu olan maye və deməli o bərk cisimlərdə və onların xassələri haqqında mövzu izahı olacaq. Bu mövzu izahını mən iki hissəyə ayırmaq istəyirəm. Həm o bərk cisimləri fərqli bir mövzuda, maye cisimlərin fərqli bir mövzuda xassələrini öyrənmək deməli istəyirəm. Deməli başlayaq mayələrin xəstələri. Mayələrin mayələrin xəstələri deməli müəyyən hissə yenə bunu başlıq altında öyrənəcəyik. Birinci ısladan maye və ıslatmayan maye. Isladan və deməli ıslatmayan deməli maye. İndi burada biz nəyə diqqət eləyəcəyik? Isladan və ıslatmayan maye arasında fərq nədir? İlk öncəliklə bu mayələr arasında belə deyilir ki, maye deməli damcısının üfüqi səth üzərində əmələ gətirdiyi formaya görə deməli iki növə bölünür. Bu ilk növüdür. Deməli üfüqi səth üzərində kiçik bir yağış deməli su damcısı bənzəyən bir hal. Bu birinci halımızdır. Bir də ikinci halımız var. İkinci halda isə deməli yenə üfüqi səthdir. Bu dəfə amma deməli bir su damcısı kimi deməli burada görünən bir hissə var. İndi bu iki damcı arasında, yəni bu iki maye arasında fərq nədir? Buradan əgər biz deməli bir bucaq çəkərsə və bu bucağa alfa deyəsə fikir verirsə, alfa 90 dərəcədən kiçik bucaqdır. Alfa 90 dərəcədən kiçiksə, buna deyəcəyik ısladan maye. Isladan maye. Və buradan da fikir verirsə, bu hissədən həmin vektoru çəkərsə, bu hissədən görürük ki, alfa kör bucaqdır. Yəni alfa böyükdür 90 dərəcədən, o zaman buna deyəcəyik ıslatmayan maye. Islatmayan maye. Bu ikisi arasında deməli belə bir şey ola bilər ki, məsəl üçün sual ola bilər ki, bəs niyə biz bu deməli damcıların səth üzərində iki hal gətirir? Yəni niyə iki hal gətirir? Bu hissələrə baxacağıq. Bu hissələrdən deməli ilk öncəliklə deyirik ki, mayenin molekullarının cazibə qüvvəsi maye ilə o bərk cisim arasındakı molekulların cazibə qüvvəsindən böyük olarsa, yəni bu hissənin, yəni bu mayenin molekulların cazibə qüvvəsi deməli bu üfüqi səth ilə maye arasındakı, yəni üfüqi səthdəki deməli o bərk cisim ilə maye arasındakı molekulların qarşılıqlı cazibə qüvvəsindən böyük olarsa, buna ısladan maye deyilir. Və əgər bunun tərsi olarsa, yəni maye deməli molekulların cazibə qüvvəsi ilə maye ilə deməli o bərk cisim arasındakı molekulların cazibə qüvvəsindən kiçik olarsa, buna ıslatmayan maye deyilir. Yəni belə deyim də, səthin deməli molekulların cazibə qüvvəsi deməli bu hissənin cazibə qüvvəsi daha böyük olduğu üçün suyu daha çox özünə deməli çəkə bilibdir. Amma bu hissədə isə mayenin deməli molekulların cazibə qüvvəsi böyük olduğu üçün belə böyük halda deməli topalaşmış halda yığıla bilir. Bunu da belə yadda saxlaya bilərsiniz. Və ya məsələn süngərin üzərinə su düşən zaman və ya hər hansısa bir su damcısı deməli düşən zaman fikir verirsinizsə, su deməli suyu özünə çəkir. Yəni bu üfüqi səthdə də su kimi deməli nəzərinizdə saxlaya deməli bilərsiniz. İndi burada bu hissəyə baxdıq. İndi gəlin deməli başqa bir hissəyə baxaq. Deməli bu çəkdiyimiz hissələr deməli o kapillyar borulardır. Bunlar deməli çox kiçik borulardır. Yəni normal bizim sistem şlanqları ölçüdə deyil, onlardan daha kiçik. Yəni normal bir ölçüdəki şlanqdan 10⁻6 qədər
fərqlənirlər. Yəni o qədər kiçikdirlər. Bu hissədən görürük ki, bu maye necə mayedir? Bu maye deməli ısladan mayedir və həmçinin bunu isbatlamaq üçünsə buradan bir vektor çəkərsək, bura bir alfa bucağı desək, fikir versə həqiqətən də bu ısladan mayedir. Çünki alfa 90 dərəcədən kiçikdir. Bunun yanına yazaq ısladan. Bu hissəyə isə deməli fikir versəniz, bu hissənin deməli buradan bir vektor çəkərsək, bu həmin bu cismə deməli təmas xətti ilə mayenin əmələ gətirir bucaq. Deməli 90 dərəcədən böyük olduğu üçün buna deyəcəyik ıslatmayan maye. Islatmayan maye. Aha. Bu ilk hissəsi. Və həmçinin deməli bunu nəzəri olaraq da deyirlər. Özünüzü yadda saxlaya da bilərsiniz. Yəni o sizə qalıbdır. Mayenin, bunu özünüzə qeyd olaraq yaza bilərsiniz. Mayenin deməli əyilmiş hissəsinə deməli menisk deyilir. Menisk deyilir. Aha. Deməli mayenin əyilmiş hissəsinə menisk deyilir. Yəni bu hissələrinə hətta göstərim. Yəni bu əyilmiş hissələrinə, bu hissələrə menisk deyilir. Menisk. Aha. İndi bu hissəni də dedikdən sonra keçəcəyik ikinci başlığa. Səthi gərilmə əmsalı və ya səthi gərilmə qüvvəsi. Əmsalı və ya yazaq buradan qüvvəsi. Aha. Deməli, bu hissədən belə nümunə gətirəsək, məsəl üçün nümunə yazaq. Bu hissə üçün ən fix bir nümunə var. Belə bir məsəl üçün qabdır. Bu qabda müəyyən qədər su var. Və bu suyun əgər üzərinə ip bağlayarsaq, yəni buradan ip çəkərsək, fikir versinizsə, maye yaxınlaşdırdıqda ip suya doğru deməli bükülür. Yəni mayedə olan maye birləşdirilmiş, yəni üzərinə qoyulmuş ip artıq belə bir hal gətirir. Yəni ortası çökür. Ortası çökdüyü zaman, məsəl üçün bu hissədəki səthi gərilmə qüvvəsi hara doğru hərəkət edir desələr, bu həmin bu mayenin səthinə doğru yönəlir. Məsələn, burada da olsa, həmin bu mayenin mərkəzinə doğru yönəlir. Burada da olsa, yenə burada aşağıya doğru yönələcək. Yəni mərkəzə doğru yönələcək. Səthi gərilmə mayenin səthinə perpendikulyar yönəlir və həmişə mayenin mərkəzinə yönələn bir qüvvədir. F səthi gərilmə bərabərdir sigma L. Buradan F səthi gərilmə deməli səthi gərilmə qüvvəsidir. Buradan yazaq. F səthi gərilmə deməli səthi gərilmə qüvvəsidir. Səthi gərilmə deməli qüvvəsi. Deməli buradan L deməli təmas xəttinin uzunluğu və sigma isə səthi gərilmə əmsalı. Aha. Səthi gərilmə əmsalına mən burada bir nəzər yetirmək istəyirəm. Xatırlayırsınızsa bizim hər mövzumuzda olmasa da bəzi istisna mövzularda əmsal sözü olur. Əmsaldasa bilin ki, sadəcə istisna şeylərdən asılıdır. Yəni orada düsturlu olanların heç birindən asılı deyil. Və buradan səthi gərilmə əmsalı mayenin növündən asılıdır. Mayenin növü. Bir də ki, deməli istilikdən, yəni temperaturdan asılıdır. Temperatur. İstilik deyəndə mən həmişə deyirəm temperatur, amma bu düzgün bir ifadə deyil. Sadəcə yadda saxlama tərzidir və temperaturla deməli düz mütənasib deyil. O tərs mütənasibdir. Və həmçinin burada deməli bu qrafikləri çəkərsək, F-in L-dən asılı düz mütənasibdir və deməli F sigmadan da düz mütənasibdir. Sigma isə nə F-dən, nə L-dən asılı deyil.
Yəni cəmiyyətlər sabit olan bir şey, yəni belə əmsallardan asılı olur, amma əmsallar heç nədən asılı deyil, sadəcə istisnalardan asılıdır. İndi buradan sigma üçün bir nəticə alaq. Sigma deməli nəyə bərabərdir? 1 Newton bölünsün metr, çünki bu düsturdan çıxarılır, bu düsturdan çıxarırıq. Newton metri də açanda deməli 1 kiloqram bölünsün metr getdi saniyənin deməli kvadratı olacaq. Tamam. Bu hissəni də deməli demiş olduq. İndi keçək deməli 3-cü mövzuya, daha sonra 3-cü hissəmizə. 3-cü hissəmiz deməli olacaq. Deməli 3 kapillyar. Deməli kapillyar borudan bu hissə biraz uzundur adı. Deməli qalxan mayenin hündürlüyü. Aha. Deməli bu hissədən bir hissəyə baxaq, bir məsələyə baxaq. Deməli belə olsun qab. Bura maye doludur. Buradan bir deməli kapillyar borumuz olsun. Buradan salmışıq. Bu hissədən salmışıq. Deməli indi buradan bura gəlib yığılışı belə bir ki, bu hissəyə qədər deyəlim ki, sudur. Və buradan bura qədər olan məsafəni bizdən istəyir. Və biz bir şey bilirik ki, aşağı doğru olan qüvvələrin cəmi bərabər yuxarı doğru olan qüvvələrin cəminə. Bu burada da belədir. Eyni şəraitə baxarsaq, o zaman buradan bu aşağıya doğru F ağırlıq qüvvəsi təsir edir və cismi yuxarı doğru çəkən, yəni bu istiqamətdə göstərim, yuxarı doğru çəkən, burada bir F səthi gərilmə var. Səthi gərilmə. F səthi gərilmə ilə o zaman F ağırlığı deməli bərabərləşdirəcəyik. Amma burada bir şey də yadda saxlayın ki, buradakı maye sükunətdədir. Maye sükunətdə olduğu üçün F əvəzləyici qüvvə bərabər olacaq 0. O zaman F səthi gərilmə bərabərdir F deməli ağırlığı. Səthi gərilmə nəyə bərabərdir? Sigma L vurulsun, sigma L bərabərdir F ağırlıq nəyə bərabərdir? MG-yə. İndi bir şey yadınızda saxlayın ki, buradakı cismimiz nədir? Buradakı cismimiz bir belə deyim də, bir dairə şəklindədir. Dairə. Ona görə də deməli, yəni burada əslində bu L demişdik ki, deməli bu təmas xəttinin uzunluğudur. Və bu L deməli mayenin olduğu təmas xəttinin uzunluğuna nisbətən deyilir. Yəni bu qədər mövzu, yəni bu qədər yer içərisində ümumi bu qədər bir təmas xəttinə sahibdir. Yəni bütün bir çevrənin uzunluğu kimi götürə bilərsiniz. Yəni çünki çevrə şəkillidir zaten. Çevrənin uzunluğu da xatırlayırsınızsa deməli buraya yazaq. Çevrənin uzunluğu da L bərabərdir 2 pi r olduğundan gətirib bura yerinə qoyarsaq sigma vurulsun 2 pi r bərabərdir mg-yə. İndi M-i biz Newtondan bilirik ki, rho v-dir, düzdürmü? Yaxşı, bəs həmin bu çevrə üçün veriləndə həcm nəyə bərabərdir? Rho v vurursun, daha doğrusu s vurursun aşağı, düzdürmü? S vurursun h yazmağımızın səbəbi çünki deməli bu hissə v-yə bərabərdir zaten. Və bu hissədən də deməli çevrənin sahəsinin deməli düsturu nə idi? Pi r kvadratı. Rho vurulsun pi r-in kvadratı vurulsun h. Aha, deməli kütləmizi tapdıq. Gətirib kütlənin yerinə bu ifadəni deməli yerinə yazarsaq, buradan olacaq deməli sigma vurulsun 2 pi r bərabərdir. M-in yerinə nə tapdıq? Rho pi r kvadratı h, rho pi r-in kvadratı h vurulsun j. Buradan pi'lər deməli, buradan pi'lər ixtisar getdi, r-in biri ixtisar getdi və buradan deməli hündürlük istəyir bizdən. Hündürlükdür çünki məqsədimiz. Hündürlük bərabər 2 sigma bölünsün rho j r. Bu
deməli kapilyar borudakı mayenin qalxma hündürlüyünə bərabərdir. Və bu hissədən deməli H rhodan və R-dən deməli tərs mütənasibdir. H deməli sigmadan düz mütənasibdir. Cəmiyyətlər sabit əmsallardan asılı olur. Amma sabit əmsallı cəmiyyətlər isə heç nədən asılı olmur. İstisna hallardan asılı olur. Bunu da unutmayın. Və bir şey də unutmayın ki, sükunət halında bilirik ki, biz Newtondan keçmişik ki, mövzu üzərində də izah eləmişdik ki, deməli, sükunət halında ağırlıq qüvvəsi çəkiyə bərabərdir. O zaman burada deməli belə bir eynilik ala bilərik. P bərabərdir mg ilə deyilmi? Və F ağırlığı. Yəni F ağırlıq deməli çəkiyə bərabərdirsə, o zaman deməli P bərabərdir F səthi gərilməyə. Düzdürmü? F səthi gərilmə də deməli az öncə yazdıq sigma L-dir. O zaman buradan bir eynilik yaraq. P bərabərdir sigma elə. P-ni mən açıram. Deməli yazacağam mg bərabərdir sigma elə. Çevrənin deməli uzunluğu üçün biz nə yazmışdıq? 2πr yazmışdıq. Sigma 2πr yazdım. Buradan deməli 2r nəyə verir bizə? 2r çevrədə diametri verir. O zaman mg bərabərdir rho d-yə. Daha doğrusu rho pi d-yə. Rho pi d-yə. Bu qədər. Bu düsturda həmçinin istifadə edə bilərsiniz. Və həmçinin buradan deməli P və kütlə deməli R-dən, D-dən və L-dən düz mütənasib asılı olacaq. Deməli, bu hissəni də əlavə etdik. Ondan sonra deməli bir nüansı da qeyd edeyim. Bəzən istisnalarda ola bilər ki, lift məsələləri ola bilər. Lift məsələlərində buraya yazaq. Lift məsələlərində H bərabərdir 2 sigma bölünsün rho j r-ə. O da bərabərdir. O zaman A tərcələ yuxarı olarsa H bərabərdir 2 sigma bölünsün rho, işimiz J iləndir. J plus A vurulsun R-ə. Əgər A təcili aşağı olarsa, H bərabərdir 2 sigma vurulsun rho, deməli J minus A. Çünki aşağı doğru yönəlir və R. Bu qədər. Yəni, bu ikisi lift məsələləri üçün ideal düsturdur. Və deməli, hər yazdığımız düstur kimi üzərində oynayırıq. Gəlin bu düstur üzərində də oynayaq. H bərabərdir 2 sigma bölünsün rho j r deyilmi? Aha, gəlin maraqlı o zaman bir şey eləyək burada. Mən bu hissədən rho j var, bir də h var. Mən bu hissədən rho j h-ı tapsam, rho j h bərabər olacaq. Niyə? 2 sigma bölünsün r-ə, düzdürmü? Rho j h mayelər üçün bizə nəyə verirdi? Hidrostatik təzyiqi. O zaman buradan deməli yaza bilərəm ki, P hidrostatik təzyiq bərabərdir 2 sigma bölünsün R. Yəni deməli burada deyirik ki, deməli o kapilyar borudan qalxan mayenin hidrostatik təzyiqi 2 sigma bölünsün R düsturu ilə yazılır. Aha uşaqlar, deməli bu mövzumuzun ilk hissəsi mayələrdəki deməli mayələrdəki xəstələrdir. O biri dərsimizdə isə bərk cisimlərin xəstələri olacaq. Bu mövzu izahımız o biri mövzu izahlara nisbətən daha qısa oldu. Yəni çox uzun bir mövzu deyil, rahat mövzudur. Sadəcə birazcıq əvvəlki mövzuları təkrarlayacağıq, belə qalsa. Ona görə də deməli bir şey deməli buradan qeyd etmək istəyirəm ki, bu düsturu üzr istəyirəm. Deməli bu düsturu 2 sigma bölünsün rho j r-i mütləq və mütləq deməli özünüzdə yadda saxlayın. Bu hissəni özünüzdə mütləq və mütləq yadınızda saxlayın. Deməli mövzu üzərindən bu qədər. İkinci hissədə deməli görüşmək üzrə. İkinci hissədə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun.